Salam əziz şagirdlər, mexaniki hərəkətin təsviri, düzxətlə bərabər sürətli hərəkət mövzusunda testləri işləməyə başlayaq. Bir dəyişmənin zamana görə dəyişmə yeniliyini xarakterizə edən fiziki kəmiyyət sürət adlanır. Mexaniki hərəkət zamanı aşağıdakı kəmiyyətlərdən hansı sıfıra bərabər ola bilər? Yer dəyişməyə görə sürət, bunlar sıfıra bərabər ola bilər. Ədədi qiymət vahid zamanda yer dəyişməyə bərabər olan fiziki kəmiyyət necə adlanır? D variantı sürət. Verilmiş hərəkət şəraitində ölçüləri nəzərə alınmayan cisim mad nöqtə adlanır. C variantı. Beşinci sual. Cismin başlanğıc vəziyyətini onun son vəziyyəti ilə birləşdirən istiqamətlənmiş düzxət parçası yer dəyişmə adlanır. Cismin sürəti ilə zamanın hasili hansı fiziki kəmiyyətə uyğundur? Yəni sizdən V vurulsun T-ni soruşur. O da bərabərdir S, yola bərabərdir. Cismin digər cisimlərə nəzərən zaman keçdikcə fəzada vəziyyətinin dəyişməsi mexaniki hərəkət adlanır. 8-ci sual. Bərabər sürətlə hərəkət edən cismin getdiyi yolun zamandan asılılıq qrafiki verilmişdir. Cismin sürətini hesablayın. V bərabərdir S bölünsün T olduğunu nəzərə alsaq, onda 20 metri 4 saniyə ərzində getdiyini görürük. 20 bölünsün 4 bərabərdir 5 metr bölünsün saniyə. B variantı almış oluruq. 9-cu sual. Bərabər sürətlə hərəkət edən cismin sürətinin modulunun zamandan asılılıq qrafiki verilmişdir. Cismin 20 saniyədə getdiyi yolu hesablayın. Sürət zaman qrafikində, qrafikin altında qalan sahə sizə gedilən yolu verir. Yəni, bu düz bucaqlının sahəsini hesablasanız, gedilən yolu tapmış olursunuz. Onda S bərabərdir V vurulsun T-dən, 40-ı vururuq 20-yə, bərabərdir 800 metr və ya 0,8 kilometr almış olursunuz. Cavab D variantı. 10-cu sual. Bərabər sürətli hərəkətdə yolun zamandan asılılıq qrafiki zamana görə düz mütənasib olaraq dəyişir. B variantı. Gəlirik 11-ci suala. Bərabər sürətli hərəkətdə sürətin modulunun zamandan asılılıq qrafiki zamana nəzərən dəyişmir. C variantı. 12-ci sual. Cismin sürətinin modulunun zamandan asılılıq qrafikinə görə 2 saniyə ərzində getdiyi yolu hesablayın. Burada bir çox şagirdin çalışdığı tərəfdə sizdən 4 saniyə ərzində soruşmur. 4 saniyə ərzində soruşsaydı, onda bax, buradakı düz bucaqlığını hesablayardınız. Amma sizdən 2 saniyə ərzində soruşur, yəni bax, bu hissəni soruşur. S bərabərdir 10 vurulsun 2 bərabərdir 20 metr almış olursunuz. Cavab B variantı. 13-cü sualla davam edək. Cismin sürətinin zamandan asılılıq qrafikinə əsasən müşahidəyə başlayandan 4 saniyə ərzində getdiyi yolu hesablayın. 4 saniyə ərzində getdiyi yol 5 vurulsun 4 bərabərdir 20 metr almış olursunuz. Cavabımız C variantı. 14-cü sual. 90 km bölünsün saat sürətini metr bölünsün saniyə ilə ifadə edin. Nə edirik? 90-da olduğu kimi saxlayırsınız. Kilometr əvəzinə 1000 metr yazırsınız. Saat əvəzinə 3600 saniyə. Bərabərdir. Buradakı 2 sıfır, buradan birini götürürüm, buradan da birini. 36 ilə 9 ixtisar gedəndə burada 4 qaldı, yuxarıda 1. 100-ü 4-ə böldükdə 25 metr bölünsün saniyə almış oluruq. D variantı. 15-ci sual eyni sualdır. 54 km bölünsün saat sürətini metr bölünsün saniyə ilə ifadə edin. 54-ü olduğu kimi saxlayırsınız. Kilometr əvəzinə 1000 metr. Saat əvəzinə 3600 saniyə. 2-0 buradan ixtisar apardı. 36 ilə 54, 18-ə ixtisar gedir. Burada qaldı 3, aşağıda 2. 32-yə böldükdə 15 metr bölünsün saniyə almış olursunuz. C variantı. 16-cı sual. Düzxətlə bərabər sürətli hərəkət zamanı doğru cavabımız olacaq C variantı. Sürət dəyişmir. Adı üzərində düzxətlə bərabər sürətli.
17-ci, bir düz xətt üzrə hərəkət edən iki maddi nöqtənin koordinatının zamandan asılılıq qrafikləri verilmişdir. Müşahidəyə başlayanlar 3-cü saniyənin sonunda maddi nöqtələr arasındakı məsafəni hesablayın. Baxırıq ki, hərəkət qrafikləri 3-cü saniyədə bir nöqtədə kəsişiblər. O kəsişdiyi nöqtədə artıq məsafə sıfıra bərabər olur. Yəni qrafiklərin kəsişdiyi nöqtədə onlar artıq bu belə hərəkət bu cisimlər görüşüblər. Görüşdüyü anda aralarındakı məsafə sıfıra bərabərdir. Cavabımız Y variantı olacaq. Bir düz xətt üzrə hərəkət edən iki maddi nöqtənin koordinatının zamandan asılılıq qrafikləri verilmişdir. Müşahidəyə başlayanın 4-cü saniyənin sonunda maddi nöqtələr arasındakı məsafəni hesablayın. 4-cü saniyənin sonunda bu iki cisim görüşüblər. Görüşdüyü anda aralarındakı məsafə əlbəttə ki, sıfıra bərabər olacaq. C variantı. 19. Bir düz xətt üzrə hərəkət edən iki cismin koordinatının zamandan asılılıq qrafiki verilmişdir. Müşahidəyə başlayandan sonra hansı zaman anında və ya anlarında cisimlər görüşmüşdür? Yəni kəsişdiyi nöqtələri istəyir sizdən. Bu birinci saniyədə olub, bir də olub 4-cü saniyədə. 1 və 4. 1 və 4-cü saniyə cavabımız C variantı. 20-ci sual. Bir düz xətt üzrə hərəkət edən iki cismin koordinatının zamandan asılılıq qrafiki verilmişdir. Müşahidəyə başlayandan sonra hansı zaman anında və ya anlarında cisimlər görüşüb? Bu birinci saniyədə baş verib, bir də baş verib 5-ci saniyə anında 1 və 5. Cavabımız Y variantı. 21-ci sual. X oxu üzrə düz xəttlə bərabər sürətli hərəkətdə cismin sürətinin proyeksiyası hansı ifadə ilə təyin olunur? Sizdən cismin sürətini soruşub. X minus x0 bölünsün t ifadəsi ilə təyin olunur. B variantı. 22. Düz xəttlə bərabər sürətli hərəkətdə sürət hansı ifadə ilə təyin olunur? S bölünsün t ilə təyin olunacaq. A variantı. 23-cü sual. Düz xəttlə bərabər sürətli hərəkətdə cismin hərəkət müddəti hansı ifadə ilə təyin olunur? S bölünsün V ilə Y variantı. Onsuz sizin yalnız bir düsturunuz var. S bərabərdir V vurulsun T və buna əsasən hamısını çıxarırsınız. Bir də koordinatın tənliyidir. X bərabərdir. X0 üstə gəlinsin V x T. Məhz buradan 21-ci sualdan V x-i bu şəkildə tapmışıq və cavabı B qeyd etmişik. 24-cü suala baxırıq. Sürətlə bərabər sürətli hərəkətdə gedilən yol hansı ifadə ilə təyin olunur? Bayaq dediyimiz kimi V vurulsun T ilə C variantı. Sürətlə bərabər sürətli hərəkətdə yer dəyişmənin proyeksiyası hansı ifadə ilə təyin olunur? Bu da olacaq Vx T ilə təyin olunacaq. İndi gəlirik 26-cı suala. Yer dəyişmənin düzgün tərifi hansıdır? C variantı deyil. Niyə deyil? Düzdür, oxşayır tərif, amma o deyil. Səbəb isə bundan ibarətdir ki, deyir ki, başlanğıc və son nöqtələrini birləşdirən istiqamətlənmiş düz xətt parçası, amma burada istiqamətlənmiş sözü yoxdur. Yer dəyişmə vektorial kəmiyyətdir və onun istiqaməti var. Onda cavabımız olacaq Y variantı. Cismin başlanğıc vəziyyətini onun son vəziyyəti ilə birləşdirən istiqamətlənmiş düz xətt parçasına yer dəyişmə deyilir. Trayektoriya. Maddi nöqtənin hərəkəti zamanı cızdığı xəttə bəli trayektoriya deyilir. 28-ci suala baxırıq. Düz xəttlə bərabər sürətlə hərəkət edən maddi nöqtənin koordinatının zamandan asılılıq tənliyi hansıdır? Bayaq bunu yazmışdıq ora, yenə bura qeyd edək. X bərabərdir, x0 üstə gəlsin, Vx T, D variantı. 29. Düz xəttlə bərabər sürətlə hərəkətdə gedilən yol, yer dəyişmənin vektorunun modulu arasındakı hansı münasibət doğrudur? Əgər düz xəttli hərəkətdirsə, o zaman gedilən yol hər zaman yer dəyişməyə bərabər olacaq. Əgər bu düz xətt üzrə baş veribsə, əyri xəttli hərəkətdə isə gedilən yol hər zaman yer dəyişmədən böyükdür. Yəni burada cavabımız olacaq Y variantı düz xətt boyunca hərəkətdə olub. 30-cu suala baxırıq. İndi az əvvəl dediyimiz sualın əksidir. Əyri xəttli hərəkətdə gedilən yol ilə yer dəyişmə vektoru modulu arasında hansı münasibət var? Əyri xəttli hərəkətdə hər zaman gedilən yol yer dəyişmədən böyükdür. L böyükdür S-dən. 31-ci suala baxırıq.
Düzxətlə hərəkət edən cisimlərin sürətlərinin proyeksiyalarının V1x bölünsün V2x nisbətini hesablayaq. Əvvəlcə birinci cisim üçün sürəti hesablayaq. Baxırıq, birinci cisim üçün 50 bölünsün 10, 5 metr bölünsün saniyə. İkinci cisim üçün 20 bölünsün 10, 2 metr bölünsün saniyə tapmış olduq. Aparıb yerində qoyaq. V1 üçün 5, V2 üçün 2, ixtisar apardıqda 2,5 almış oluruq ki, bu da D variantına uyğundur. 32-ci sual. Düzxətlə hərəkət edən cisimlərin sürətlərinin proyeksiyalarının V1x bölünsün V2x nisbətini hesablayın. Birinci cisim üçün 20 bölünsün 5, 4 metr bölünsün saniyə. İkinci cisim üçün 20 bölünsün 10, 2 metr bölünsün saniyədir. Yerinə aparıb qoyaq. 4 bölünsün 2 bərabərdir 2 almış oluruq. D variantı. 33-cü sual. Cismin koordinatının zamandan asılılıq qrafikinə əsasən onun sürətinin x oxu üzrə proyeksiyasını hesablayın. Düsturumuzu yazıram. Vx bərabərdir. X minus x0 bölünsün t. Baxaq. Hardan başlayıb buradan? Bu olur bizim başlanğıc koordinatımız x0. Harda bitib? X-da. İndi yerinə qoyuruq. Vx bərabərdir. 20 çıxılsın 5. Neçə saniyə ərzində? 5 saniyə ərzində. 15 bölünsün 5 bərabərdir 3 almış oluruq. B variantı. 34-cü sual. Cismin koordinatının zamandan asılılıq qrafikinə əsasən onun sürətinin x oxu üzrə proyeksiyasını hesablayın. Təkrar yazmayacağım. Vx bərabərdir. Bura oldu x0, bura oldu x. 16 çıxılsın 4. Neçə saniyə ərzində? 4 saniyə ərzində bölünsün 4. 12 bölünsün 4 bərabərdir 3 almış oluruq. Cavabımız A variantı. X oxu üzrə hərəkət edən cisimlərin hərəkət tənlikləri verilmişdir. Eyni zaman müddətində hansı cismin yer dəyişməsinin modulu ən böyükdür? Koordinatın tənliyini əvvəl yazaq. X bərabərdir. X0 üstə gəlinsin və x-t. Aha. T-nin yanında, zamanın yanında dayanan ədədi qiymət sürətin proyeksiyasının ədədi qiymətidir. Yəni sürəti verilibsə. Sürətin qiyməti, ədədi qiyməti nə qədər böyükdürsə, yer dəyişmə o qədər böyükdür. Nə qədər kiçik olacaqsa, yer dəyişmənin modulu o qədər kiçik olacaq. Ona baxırıq. T-nin bizdən nəyi soruşur? Yer dəyişmənin modulu ən böyükdür. Yəni bizə lazımdır Vx-in ədədi qiymətinin ən böyük olanı. Ən böyük olan hardadır? B variantında. 36-cı sual. X oxu üzrə hərəkət edən cisimlərin hərəkət tənlikləri verilmişdir. Eyni zaman müddətində hansı cismin yer dəyişməsinin modulu ən kiçikdir? İndi isə ədədi qiymətinin ən kiçik olan halına baxıram. Bu da uyğundur bizə A variantına. 37-ci suala baxaq. X oxu üzrə hərəkət edən və hərəkət tənliyi x bərabərdir 6 üstə gəlsin 3D şəklində verilmiş maddi nöqtənin 4 saniyədə yer dəyişməsini hesablayın. Tənliyi ya da elə burada tənliklər üzərində göstərirəm. Əgər sizdən yer dəyişmənin hesablanmasını istəyirsə, o zaman yalnız 3T-yə baxa bilərəm, yalnız 6T-yə baxa bilərəm. Yəni sizin başlanğıc koordinatla heç bir işiniz yoxdur. Onda əgər sizə bu veribsə, buradan mən başlanğıc koordinata baxmıram. Baxdığım yalnız nədir? Bax, buradakı 3T. Yerinə qoyuram. Yer dəyişməni hesablayaq. S bərabərdir 3 vurulsun 4 bərabərdir 12 metr. Cavabımız Y variantı. X oxu üzrə hərəkət edən və hərəkət tənliyi x bərabərdir 20 üstə gəlinsin 6T şəklində verilmiş maddi nöqtənin 2 saniyədə yer dəyişməsini hesablayın. Nəyə baxacam? Yalnız 6T-yə. 6 vurulsun 2 bərabərdir 12 metr tapmış oluram. 39. 1800 santimetr bölünsün dəqiqəni metr bölünsün saniyə ilə hesablayın. Məncə artıq bunu etməyi öyrəndik. 1800 olduğu kimi saxlayırıq. Santimetr əvəzinə artıq mən metrə çevirməliyəm. 0,1 metr. Dəqiqə əvəzinə 60 saniyə. 0,1-i 1800-ə vurduqda qalır burada 18. 18-i 60-a böldükdə cavabımız olacaq 0,3 metr bölünsün saniyə.
Cavabımız olacaq D variantı. 40-cı sual eyni qayda ilə həll edirik. 900-də olduğu kimi yazırsınız. Santimetr əvəzinə 0,1 metr, dəqiqə əvəzinə 60 saniyə. 0,1 ilə burada vurduqda 9 qalır. 9-u 60-a böldükdə demək 0,15 alacağıq. 41-ci suala baxırıq. Cismin sürətinin zamandan asılılıq qrafiki verilmişdir. Cismin 30 saniyə müddətində getdiyi yol 10 saniyə müddətində getdiyi yoldan nə qədər çoxdur? 30 saniyə ərzində, onda belə edək, el 30 üçün yazıram. 4 vurulsun 30 bərabərdir 120 metr və el 10 saniyə üçün yazıram. 4 vurulsun 10 bərabərdir 40 metr və deyir nə qədər çoxdur? 120 çıxılsın 40 bərabərdir 80 metr almış oluruq. Cavabımız B variantı. Cismin sürətinin zamandan asılılıq qrafiki verilmişdir. Cisim 20 saniyə müddətində getdiyi yol, yəni el 20 saniyə üçün 4 vurulsun 20 bərabərdir 80 metr. 10 saniyə müddətində getdiyi yoldan nə qədər çoxdur? El 10 bərabərdir 4 vurulsun 10 bərabərdir 40 metrə. Nə qədər çoxdur deyirsə 80 çıxılsın 40 bərabərdir 40 metr almış oluruq. Cavabımız C variantı. 43. X oxu üzrə hərəkət edən iki cismin hərəkət tənliyi x1 bərabərdir 5 minus 2t və x2 bərabərdir 2t minus 5 şəklindədir. Onlar nə qədər vaxtdan sonra görüşdüyünü hesablayın. Nə qədər vaxt sonra görüşdüyünü hesablamaq üçün, yəni bu iki tənliyi bir-birinə bərabər etmək lazımdır. Yəni x1 bərabər etməlisiniz x2-yə. Onda edək. 5 minus 2t bərabərdir 2t minus 5. 4t bərabərdir 10. T bərabərdir 2,5 saniyə tapmış oluruq. 43A. 44-cü sual. X oxu üzrə hərəkət edən iki cismin hərəkət tənliyi x1 bərabərdir 5 minus 3t və x2 bərabərdir 4t minus 9 şəklində verilmişdir. Onlar nə qədər vaxtdan sonra görüşdüyünü hesablayın. Yəni, görüşüblərsə dedik ki, eyni bir nöqtəyə gəlib çatırlar. x1 bərabərdir x2. 5 minus 3t bərabərdir 4t minus 9. 7t bərabərdir 14. T bərabərdir 2 saniyə tapmış oluruq. Cavabımız B variantı. 45-ci suala baxırıq. X oxu üzrə düz xətlə hərəkət edən cismin koordinatının zamandan asılılıq qrafiki verilmişdir. Bu cismin 6 saniyə ərzində getdiyi yolu hesablayın. Baxırıq, X oxu istiqamətində 10 metr gedib, üstə gəlinsin və yol heç zaman azalmır, yalnız arta bilər və X oxunun əksi istiqamətində 10 metr gedib. Cavabımız 20 metr tapmış oluruq. Əgər sizdən yer dəyişmə soruşsaydı, onda deyərdiniz ki, bəli, X oxu üzrə 10 metr getdi. Sonra isə X oxunun əksi istiqamətində 10 metr getdi. Yer dəyişmə onda 0-a bərabər olardı. Yolu soruşursa, yol yalnız arta bilər. 46-cı sual. X oxu üzrə düz xətlə hərəkət edən cismin koordinatının zamandan asılılıq qrafiki verilmişdir. Bu cismin ilk 6 saniyə ərzində getdiyi yolu hesablayın. X oxunun əksi istiqamətində 20 metr gedib və sonra X oxu istiqamətində 20 metr gedib. Cavabımız olacaq 40 metr. B variantı. 47. X oxu üzrə hərəkət edən cismin koordinatının zamandan asılılıq qrafiki verilmişdir. 1, 2 və 3 nöqtələrinə uyğun zaman anlarında cismin malik olduğu sürətin modulları arasında hansı münasibət doğrudur? X-in T-dən asılılığında qrafik hansı kəskin artarsa onda sürət daha böyükdür. Əgər zəif artarsa sürət kiçilir, azalır. İndi baxırıq. Bir hissəsində yoxsa 2-3 hissəsində daha kəskindir. Baxıram ki, bir hissəsində daha kəskindir. Ona deyirəm V1 böyükdür. 2 ilə 3 eyni bir düz xətt üzərindədir. Yəni V2 bərabərdir V3-ə. V2 bərabərdir V3. Bu variant bizə uyğundur. Y üçün.
48 x oxu üzrə hərəkət edən iki cismin hərəkətənliyi demək x1 bərabərdir 8 üstə gəlsin 6t və x2 bərabərdir 24 üstə gəlsin 2t şəklində verilmişdir. Nə qədər vaxtdan sonra birinci cisim ikinci cisimə çatar, yəni onlar görüşər. Qısaca x1 bərabərdir x2. 8 üstə gəlinsin 6t bərabərdir 24 üstə gəlinsin 2t. Buradan 4t bərabərdir 16 və t bərabərdir 4 saniyə tapmış oluruq. Cavabımız D variantı. 49. Modulca eyni sürətlə hərəkət edən iki cisimdən biri A nöqtəsindən B nöqtəsinə yarım çevrə boyunca T1 müddətinə, digəri isə AB düz xətti boyunca T2 müddətinə gəlir. T1 bölünsün T2 nisbətini hesablayın. Eyni sürətlə gəlirsə qeyd edirəm V1 bərabərdir V2. Ayrı-ayrılıqda hər birinin getdiyi yol üçün hesablayaq. L1 bərabərdir V1 vurulsun T1. L2 bərabərdir V2 vurulsun T2. Tərəf-tərəfə bölürəm və nəzərə alıram V1 bərabər V2-dirsə, onda bunlar ixtisar gedəcək. Yerdə nə qalacaq? L1 bölünsün L2 bərabərdir T1 bölünsün T2. Bizdən T1 bölünsün T2 nə olsun soruşur? L1 baxaq. Yarım çevrə boyunca tam çevrə 2 pi r-dirsə, yarım çevrə olur pi r. Yerinə qoyuram pi r və digər ikinci cisim A-dan B-yə gəlib. Yəni r 2r məsafəsini gedib. R-lər ixtisar gedəndə yerdə qalacaq sadəcə pi bölünsün 2. Cavab Y variantı. 50-ci suala baxırıq. A nöqtəsindən eyni vaxtda hərəkətə başlayan iki cisimdən biri V1 sürəti ilə yarım çevrə boyunca, digəri isə V2 sürəti ilə AB düz xətti boyunca bərabər sürətlə hərəkət edərək B nöqtəsinə eyni vaxtda gəlir. Demək, hər iki cisim eyni qədər vaxt sərf edib. Bu cisimlərin sürətlərinin V1 bölünsün V2 nisbətini hesablayın. Əvvəlcə buradan yazaq. T1 bərabərdir T2. Eyni qaydada yazaq. L1 bərabərdir V1 T1. L2 bərabərdir V2 vurulsun T2. Tərəf-tərəfə böləndə T1 bərabər T2 olduğu üçün ixtisar gedəcək. Onda yazıram. L1 bölünsün L2 bərabərdir V1 bölünsün V2. L1 yarım çevrə boyunca getdiyi üçün pi r, digəri r 2r məsafəsi getdiyi üçün r-lər ixtisar gedəndə yerdə qalacaq pi bölünsün 2. Cavabımız olacaq B variantı. 51-ci sualdan davam edək. Cismin sürətinin proyeksiyasının zamandan asılılıq qrafiki verilmişdir. Bu cismin koordinatının zamandan asılılıq qrafiki hansıdır? Gördüyümüz kimi düz xətli bərabər sürətli hərəkətə uyğundur. Onda koordinatının zamandan asılılığı olacaq bizdə A variantı, düz mütənasib olaraq artar. X oxu üzrə hərəkət edən cismin koordinatının zamandan asılılıq qrafiki verilmişdir. Qrafikin göstərilən hissələrində sürətlər arasında hansı münasibət doğrudur? Baxırıq, ən kəskin artın hansıdır? 3-cü. V3 böyükdür V2-dən, o da böyükdür V1 almış oluruq. Cavabımız olacaq A variantı. 53-cü suala baxaq. X oxu üzrə hərəkət edən cismin koordinatının zamandan asılılıq qrafiki verilmişdir. Qrafikin göstərilən hissələrində sürətlər arasında hansı münasibət doğrudur? Ən kəskin artan V1-dir. V1 böyükdür V2-dən, o da böyükdür V3-dən. Cavabımız uyğundur. Cavabımız Y variantı. 54-cü. X oxu üzrə hərəkət edən cismin hərəkət qrafikinə əsasən A nöqtəsinə uyğun zaman anını hesablayın. Bunu tapmaq üçün əvvəlcə bizə lazımdır sürəti tapmaq. Sürəti hardan tapa bilərəm? Bax, buradakı hissədən mən sürəti tapa bilərəm. Onda yazıram. V bərabərdir. X minus x0-la gediriksə əgər, bura olur x0, bura olur x baxdığımız hissədə və 2 saniyə ərzində 0 çıxılsın -20 bölünsün 2, cavabımız olacaq 10. Tapdıq buradan 10-a bərabərdir. İndi bura x0-dır. Artıq bunu
Biraz dəyişək. İndi buranı x0 götürdüm. Buranı x götürdüm. A nöqtəsindəki zamanı bilmirəm, sual qoyuram və sürəti bilirəm v bərabərdir 10. Yazaq. Düsturumuz belə idi. X minus x0 bölünsün v bərabərdir t-yə. T bərabərdir. X əvəzinə 10. Çıxılsın mənfi 20. Sürəti tapdıq 10. 10 çıxılsın mənfi 20 oldu. 30 bölünsün 10. O da bərabərdir 3 saniyə. Cavabımız uyğundur A variantına. 55-ci suala baxaq. Cisim ABCD trayektoriyası üzrə hərəkət edir. Cismin getdiyi yol yerdəşməsinin modulundan neçə dəfə çoxdur? Yəni sizdən L bölünsün S-i soruşur. Birinci L gedilən yolu tapaq. L bərabərdir 5 metr, üstəgəl 6, üstəgəl 3. 5 üstəgəl 6 üstəgəlinsin 3 bərabərdir 14 metr tapmış olduq. Bura 14. İndi yer dəyişməni tapaq. Yer dəyişməni tapmaq üçün 3 bucağa tamamlayaq. Bax, buradakı hissə, bu hissə BC ilə bərabərdir. Onda bura oldu 6 metr. Bu hissəsi isə, bura 3-dürsə, bax, bu hissəsi 5 metrə uyğundur. Burada oldu 5 metr. Onda bu hissə ümumilikdə oldu 8 metr. Bunu 6, 8, 10 3 bucağı kimi də götürə bilərsiniz. Onda yer dəyişməmiz olacaq 10 metr. Və ya s kvadratı bərabərdir. Buradan yazıram. S kvadratı bərabərdir. A kvadratı üstə gəlinsin. B kvadratı ilə də həll edib cavabı tapa bilərsiniz. 14-ü böldüm 10-a. Cavabımız olacaq 1,4 dəfə. 1,4 dəfə. Cavabımız oldu A variantı. 56. Eyler-Venn diaqramına uyğun bəndləri müəyyən edin. Vektorial cəmiyyətdir əlbəttə ki, yer dəyişmə. Vahidi BC-də əsas vahiddir. Hər ikisinin vahidi metrdir. Üzr istəyirəm. Skalyar cəmiyyətdir yol. Hərəkət trayektoriyasının uzunluğudur yol. Hərəkət zamanı sıfıra bərabər ola bilər yer dəyişmə. Hərəkət trayektoriyasının başlanğıc və son nöqtələrini birləşdirən istiqamətlə müstəqil parçasıdır yer dəyişmə. 3, 4, 1, 5, 6, 2 A variantı. 57-ci suala baxırıq. A nöqtəsindən B nöqtəsinə modulda sabit sürətlə hərəkət edən cismin trayektoriyası göstərilmişdir. Hansı qrafik bu cismin sürətinin y oxu üzrə proyeksiyasının zamandan asılılığını ifadə edir? Baxırıq ki, müəyyən bir müddətdə y oxu üzrə heç bir şey dəyişməyib. Koordinat sabit qalıb. Koordinatın sabit qalması sürətin sıfıra bərabər olduğunu göstərir. Yəni, əgər mən x və y-in t'dən asılılığını çəksəm, birinci halda sıfıra bərabərdir. Çünki koordinatda heç bir dəyişiklik yoxdur. Sonra isə y oxunun əksi istiqamətində hərəkət var. Bu da onda və y oxu üzrə sürətin proyeksiyasının mənfi olduğunu göstərir. Bu da uyğundur bizə D variantına. 58. X oxu üzrə hərəkət edən iki cismin koordinat zaman qrafikləri verilmişdir. Cisimlərin görüş yerlərinin koordinatını müəyyən edin. Görüş yerlərinin koordinatı bir burada görüşüb 4-cü saniyədə. Bu oldu müsbət 10 metr. Digəri isə gəlib mənfi 10 metrdə görüşüb. Bu da A variantına uyğundur. Çox çətin sualdır. 59. X oxu üzrə hərəkət edən A, B və C cisimlərinin koordinatının zamandan asılılıq qrafiki verilmişdir. Hansı mülahizə doğru deyil? B cisiminin sürətinin modulu A cisiminin sürətinin modulundan böyükdür. Gəlin belə edək. Ayrı-ayrılıqda hər birinin sürəti üçün qiymətlərini tapaq. Birinci VA proyeksiyasının qiymətlərini tapsaq daha yaxşı olar. VA bərabərdir. X minus X0-dan gedəcəyik.
Deməli, x0 10'dur, x 20'dir. 20 çıxılsın 10 bölünsün 4. 4 saniyə ərzində. Onu 4'ə böldükdə 2,5. VB-ni hesablayaq. VB-də başlanğıc koordinat 10'dur, son koordinat -10'dur. Onda yazaq -10 çıxılsın 10 bölünsün 4. -20 burada olacaq -5 və VC-ni hesablayaq. Başlanğıc koordinat 0'dır, son koordinat -20'dir. Yəni -20 bölünsün 4 -5. Baxaq indi. B cisminin sürətinin modulu əvvəlcə başlamamışdım və bunu da deyim. Sürətin proyeksiyası mənfi olması o deyilən bir şeydir ki, x oxunun əksi istiqamətində hərəkətdir. Proyeksiyanın müsbət olması x oxu istiqamətində hərəkətdir. Yəni A cismi x oxu istiqamətində hərəkət edirsə, B və C cismi x oxunun əksi istiqamətində hərəkət edir. Bunu belə yadda saxlayaq. Lakin modul dedikdə, yəni hər zaman müsbət olacaq. B cisminin sürətinin modulu A cisminin sürətinin modulundan böyükdür. B cisminin sürətinin modulu 5'dir. A cisminin sürətinin modulu isə 2,5'dir. Bəli, doğru. Bizdən doğru deyil soruşur. Birinci doğrudur. 1 doğrudur. B cisminin sürətinin modulu A cisminin sürətinin modulundan kiçikdir. Xeyr, böyükdür. Az əvvəl dedik. Deməli, bu yanlışdır. B və C cisimlərinin sürətlərinin modulu bərabərdir. Bəli, hər ikisinin modulu 5'ə bərabərdir. Doğrudur. B və C cisimləri arasındakı məsafə hər an sabitdir. Bəli, doğrudur. Hər an sabit gedəcək. 4 doğrudur. 5-ci, B cismi ilə C cismi eyni istiqamətdə hərəkət edir. Bəli, hər ikisi x oxunun əksi istiqamətində hərəkət edir. Doğrudur. B cismi 2-ci saniyədə istiqamətini dəyişmişdir. B cismi 2-ci saniyədə istiqamətini dəyişmişdir. Belə deyək. İstiqamətin dəyişməsi o deyilən bir şeydir ki, bunu koordinatın zamandan asılılıqda yox, sürətin zamandan asılılıq qrafiki olsaydı, onda T xəttini kəsən nöqtədə deyəcəkdik ki, bəli, istiqamətini dəyişib. Amma bu koordinatın zamandan asılılığıdır. Və burada yalnız gördüyümüz nədir? X oxunun əksi istiqamətində hərəkət. Yəni, bu yanlışdır. Yanlış cavablarımız 2 və 6. 60-cı suala baxırıq. Cisim ABCD trayektoriyası üzrə hərəkət edərək A nöqtəsindən D nöqtəsinə gəlib. Onun getdiyi yol yerdəyişmənin modulundan neçə dəfə çoxdur? Getdiyi yolu hesablayaq əvvəlcə. Neçə dəfə deyir? Bəli, L bölünsün S-i soruşur sizdən. L bölünsün S. Getdiyi yol A, üstəgəl A, üstəgəl A, 3A. Yerdəyişməsi isə A-dan D-yə olan sadəcə A-ya bərabərdir. Cavab olacaq 3 dəfə. Cisim ABCD trayektoriyası üzrə hərəkət edərək A nöqtəsindən D nöqtəsinə gəlib, onun getdiyi yol yerdəyişməsinin modulundan neçə dəfə çoxdur? Yenə sizdən L bölünsün S-i soruşur. Birinci L-i hesablayaq. 2A üstə gəlinsin 2A, üstə gəlinsin A, üstə gəlinsin 2A. Yerdəyişməsi isə sadəcə A-ya bərabərdir. Onda 5A bölünsün A bərabərdir 5 dəfə almış oluruq. 62. X oxu üzrə hərəkət edən cismin koordinatının zamandan asılılıq qrafiki verilmişdir. Müşahidəyə başlayandan 3 saniyə ərzində gedilən yolun yerdəyişmənin modulundan neçə metr çox olduğunu hesablayın. Birinci gedilən yolu hesablayaq. 6 nöqtəsindən 1 nöqtəsinə gəlib 5 metr, 5, üstə gəlinsin. 1-dən də 3-ə çıxıb 2, bərabərdir 7 metr. Yerdəyişmə nə qədərdir? 6-dan gəlib hara? 3-ə. 6-dan 3-ə gəlibsə 3 metr edir. Neçə metr çox olduğunu soruşur. 7 çıxılsın 3 bərabərdir 4. Dəfə ilə neçə metr çox sözünü görürsünüz. Dəfə ilə çoxu qarışdırmayın. 63.
X oxu üzrə hərəkətdə cismin koordinatının zamandan asılılıq qrafiki verilmişdir. Müşahidəyə başlayandan 4 saniyə ərzində gedilən yolun yerdəyişmənin modulundan neçə metr çox olduğunu hesablayın. Əvvəlcə 4-dən gəlib 1-ə yolu hesablayaq. 4-dən 1-ə gəlibsə bura oldu 3, üstə gəlinsin. 1-dən 6-ya 5 bərabərdir 8 metr. Yer dəyişməsi 4-dən 6-ya 2 metr. Neçə metr çox olduğunu soruşduğu üçün 8 çıxılsın 2 bərabərdir 6 metr tapmış oluruq. 64-cü sual. X oxu üzrə hərəkət edən A və B avtomobillərinin koordinat zaman qrafikləri verilmişdir. 4-cü saniyənin sonunda avtomobillər arasındakı məsafəni hesablayın. Hesablayaq. Əvvəlcə VA-nı tapaq, sonra VB-ni tapaq. Sonra koordinat tənliklərini yazaq ayrı-ayrılıqda. Birinci VA-nı tapaq. VA bərabərdir 10 bölünsün 2 bərabərdir 5 metr bölünsün saniyə. VB-ni hesablayaq. VB bərabərdir 10 çıxılsın 4 bölünsün 2 6 bölünsün 2 bərabərdir 3 metr bölünsün saniyə. 4-cü saniyənin sonunda deməli SA üçün yazıram ya da bunu XA kimi yazaq. XA bərabərdir VXT olduğunu nəzərə alsaq 5 vurulsun 4 bərabərdir 20 metr. XB üçün hesablayaq. X0 4 üstə gəlinsin VB vurulsun T, yəni 3 vurulsun 4. 4 üstə 12, 16 metr. Arasındakı məsafəni soruşduğu üçün XA minus XB-ni soruşur sizdən. 20 çıxılsın 16 bərabərdir 4 metr almış oluruq. Cavabımız 4 metr. 65-ci suala baxaq. Üzrə hərəkət edən A və B maddi nöqtələrinin koordinat zaman qrafikləri verilmişdir. 6-cı saniyənin sonunda avtomobillər arasındakı məsafə 4 metr olmuşdur. Müşahidəyə başlayanda onlar arasındakı məsafəni metrlə hesablayın. Nə etməliyik? Əvvəlcə verilənləri yazaq. Verilənləri yazaq deyəndə 6-cı saniyənin sonunda avtomobillər arasındakı məsafə 4 metr olub. Nə deyilən bir şeydir? Yəni XA çıxılsın XB bərabərdir 4 metr. Bunu kənarda qeyd etdik. Müşahidə, indi nələri tapmalıyıq? Ayrı-ayrılıqda VA-nı buradan biz tapa bilirik. T bərabərdir 2 saniyə üçün yazıram. VA bərabərdir 14 bölünsün 2 bərabərdir 7 metr bölünsün saniyə. Ondan mən hansı ki T bərabərdir 6 saniyə üçün qeyd edim bunu. T bərabər 6 saniyə üçün XA koordinat başlanğıcından başlayıb gördüyümüz kimi, yəni X0 yoxdur, sadəcə olaraq VA vurulsun T qeyd edirəm. Onda 7 vurulsun T də 6 saniyədir, bərabərdir 42 metr tapmış oluram. Bunu qoydum bir kənara. Gəlirəm indi VB üçün hesablayaq bunu. Əvvəlcə T bərabərdir 2 saniyə üçün yazaq VB bərabərdir. Əgər mən bunu X0 götürsəm, onda yazacağam 14 çıxılsın X0 bölünsün 2. Tənliyimi yazsam XB bərabərdir X0 üstə gəlinsin VB vurulsun T kimi qeyd etməliyəm. İndi 6 saniyə üçün bunu qeyd edək. T bərabər 6 saniyə üçün XB bərabərdir. X0-ın qiymətini bilmirəm. Üstə gəlinsin VB əvəzinə 14 çıxılsın X0 bölünsün 2. T əvəzinə 6 bərabərdir. 2 ilə 6 getdi. Burada qaldı 3. Yerdə qalacaq X0 üstə gəlinsin. 3 14-ə vurduqda 42 çıxılsın 3 X0. O da bərabərdir
42 çıxılsın 2x0 almış oluruq. Bunu da qoyduq bir tərəfə. İndi dedik ki, ən yuxarıda bizim dediyimiz necə idi? XA çıxılsın XB bərabərdir 4 metr. Onda yazıram. XA üçün yeni yazaq bura. XA çıxılsın XB bərabərdir 4 metr. XA-nı tapdıq 42. 42 çıxılsın XB üçün 42 çıxılsın 2x0 bərabərdir 4-ə. 42 çıxılsın 42 üstə gəlinsin 2x0 bərabərdir 4. 2x0 bərabər 4, x0 bərabərdir 2 metr tapmış oluruq. Müşahidəyə başlayan anda onlar arasındakı məsafə 2 metr olmuşdur. İndi isə 66-ya baxaq. Əvvəlcə bunu buradan götürüm. Eyni qaydada həll edək. X oxu üzrə hərəkət edən A və B nöqtələrinin koordinat zaman qrafikləri verilmişdir. 5-ci saniyənin sonunda avtomobillər arasındakı məsafə 3 metr olmuşdur. B avtomobilinin başlanğıc koordinatını müəyyən edin. Yəni sizdən nə istəyir hal-hazırda? Başlanğıc koordinatını. Burada x0 soruşur sizdən. Onda eyni qaydada başlayaq həll etməyə. Birinci XA çıxılsın XB bərabərdir nə qədər olacaq? 3 metr. Hansı zaman anında? 6 saniyədə. T 5 saniyədə. Deməli, hər şeyi biz 5 saniyəyə gətirməliyik. Birinci nəyə tapaq buradan? VA-nı tapa bilirik. VA bərabərdir 12 bölünsün 2 bərabərdir 6 metr bölünsün saniyə. Onda T bərabər 5 saniyə üçün XA-nı tapaq. XA bərabərdir 6 vurulsun 5 bərabərdir 30. Bunu bir tərəfdə qeyd etdik. İndi gəldik hansına? VB-yə. VB bərabərdir 12 minus x0 bölünsün 2. Bu mənim sürətimin düsturu. 6 saniyə üçün başlayaq hesablamağa. XB bərabərdir x0 üstə gəlinsin 12 minus x0 bölünsün 2 vurulsun 5 bərabərdir. Bərabərdir. x0 qalsın yerində üstə gəlinsin. 12 6 burada qaldı 30 çıxılsın. Deməli 2,5 x0 bərabərdir. x0-dan 2,5 çıxanda qalacaq buradan 1,5 x0, yəni olacaq 30 minus 1,5 x0. Ən başda qeyd etdim ki, XA minus XB bərabərdir 3. XA-nın qiyməti burada 30 çıxılsın. XB-nin əvəzinə 30 minus 1,5 x0 tərəziyə alaq. Bərabərdir 3-ə. 30 mötərizə xaricində çıxarıram. Çıxılsın 30 üstə gəlinsin 1,5 x0 bərabərdir 3. 1,5 x0 bərabərdir 3. x0 bərabərdir 2 tapmış oluruq. Beləliklə buradakı sualları bitirdik. Digər mövzuda görüşənədək.